Belə bir sual veriblər. Hər hansı bir insana mühüm bir işi tapşırmazdan əvvəl onun hansı xüsusiyyətinə baxmaq lazımdır? Salam. Qurərül Hikəm kitabında 2-ci cildində 5449-cu hədisdə İmam Əli əleyhissalam buyurur: "Mən layyaə əmrəhu layyaə kullə əmr." Öz işini, öz əməyini zayi edib körlayan adam hər işi körləyər. Yəni öz işini zayi edib körlayan adam başqalarının da işini körləyər. Yəni səhlənkarlıq və məsuliyyətsizlik üzündən öz zəruri işlərini zayi edib körlayan adam təbii ki, başqalarının da işini zayi edəcək. Nəql eləyirlər ki, bir ağıllı tacir vardı. Bu tacir uzaq səfərə çıxarkən mağazasını idarə eləmək üçün 2 nəfər arasında seçim eləməli olur. Birinci namizəd çox danışırdı, özünü göstərirdi, özünü bacarıqlı kimi təqdim eləyirdi, amma ikinci namizəd sakit idi. Tacir onların evləri barəsində soruşdu. Məlum oldu ki, birinci adamın öz dükanı dağınıq vəziyyətdədir. Borclarını vaxtında ödəmir, ailəsinin işlərinə laqeyddir. Amma ikinci adam az gəlirlə yaşasa da öz işlərini vaxtında görür, ailəsinə məsuliyyətlə yanaşır və verdiyi hər sözə əməl eləyir. Tacir tərəddüd etmədən ikinci şəxsi seçdi və dedi: öz evini idarə eləyə bilməyən, təbii ki, mənim işimi də idarə eləyə bilməz. Bəli, odur ki, hər hansı bir insana bir işi tapşırmaq istəyirsinizsə, əvvəlcə onun öz həyatında, öz işlərində necə olduğuna baxın. Yəni, baxın, bu şəxs özü və ailəsi üçün məsuliyyət hiss eləyirmi? Bu şəxs özü öz işini düzgün yerinə yetirirmi?